Adları çəkdiyi Bərdar rayon məhkəməsinə Ziya Abdullayevin və Bayram Məhərrəmovun üzr istəyirəm. Bu iki hakimin qanuna zidd əməl və süründürməçilik hərəkətlərinə görə barələrinin icra işi başlansın və qanunu tətbiq görülsün. Bərdar rayon məhkəməsinin hakimlərindən şikayət. Bərdar rayonunda yaşayan hüquq müdafiəçisi Əlzamin Mamedov Media TV-yə müraciət edərək hakimlərin özbaşınalıqlarından fəryad edir. Mamedov iddia edir ki, adını qeyd etdiyi hakimlər düzgün işləmir. Mən Mamedov Əlzamin Yunusov, Bərdar rayon Qaradalı kəndində yaşayıram. Kərimova Şəfiqə Namət qızın etibarnamə üzrə nümayəndəsiyəm. Qeyd edir ki, Bərdar rayon məhkəməsinin süründürməçiliyindən danışanda, onların digər əməllərindən danışanda daim məni qınayırlar ki, niyə danışırsan? Xatirinizdən isə 3-4 narkomanı boşlanması, yəni polis tutub, prokurorluq tutub məhkəməyə vermişdi, məhkəmədən boşlamışlar. Mən bu barədə danışanda, ad verəndə dedilər ki, güya mən qərəzdiyəm, ya nədir. Az qaldılar məni əksi inqilabı çıxardalar. Sonra məlum oldu ki, Bərdar rayon məhkəməsi həmin işin birindən aldığı pula görə bir həbs oldu. Yəni, subut deyildi. İndi nə var? Bura gələn hakimlər ki var, Allah canları sağ eləsin, müstəqil olmasından xüsusi istifadə edirlər. Ziya Abdullayev, Ziya müəllim, siz Ağca kənddə iş vaxtı nə gəldirdiniz? Bir onu deyə bilərsiniz, izah verə bilərsiniz ki, orada qeydir, sahibkarla da tutaşmışsınız, yer haqqı verməmişsən, neynəməmişsən, şikayət yazmış sizdən, bilirsiniz də. İkinci, Kərimova Şəfiqənin mülki işinə baxmışsınız. 27 avqust 2025-ci ildə. Bu gün 26-sı sentyabrdır. Bir ayda siz hələ qətnaməni hazırlayıb verməmişsiniz. Digər bir qətnamə var. Deməli, orada həmin qətnamədə ata adamın adı qalıb başqa adamların adı yazılır. Bu nədir? Bu nə qarışıqlıqdır? O Ziya aid deyil, o Bayram müəllimə aid. Bayram müəllim, siz də elə Allah canınızı sağ eləsin. Deməli, deyim sana, 8-ci ayda inzibati işə baxmışsınız. Güya subuta yetməmiş kimi, video kaset yazarda əhəmiyyət verməmişsiniz. Özünüz öz tərəfindən demişsiniz, subuta yetmədi. Allah canınızı sağ, hakimsiz, müstəqil qərar qəbul edə bilərsiniz. Yaxşı, onda sual olur. 8-də baxdığınız inzibati işə niyə 20-sinə qədər qərar vermişsiniz? Vətəndaş 10 dəfə gəlib gedəndən sonra güclə qərar alır. Niyə məqsədiniz nədir? Bayram Məhərrəmov, Ziya bildik. Ziya müəllim icraatında digər bir iş var. Deməli, bir nəfər cavabdeh qoyulur, torpaqla bağlı. Bu adam ora baxmır ki, həmin torpağın sahibi bu deyil. Torpağın sahibi bambaşqa bir xanımdır. Və işə gətirir, işin içinə sənət verirlər. Torpaq qərarla verilib, bir xanıma adını çəkmirəm. Kərtəçəmə verib bir kişinin adını. Obyektim. Bu nədir? Bu nə tər işə baxmaqdır? Bu nə deməkdir? Bu nədir ki, bu halları aydınlaşdırırsınız? Allah canınızı sağ eləsin. İmtahan verib gəlmişsiniz. Hakimsiz, hamınıza minnətdarım. Çox qəşəng. Burada götürmüşəm bir dənə işi, nümunə işi. Deməli, o deyim sənə. 147 sayılı işdir. Cavabdehlər qalıb qıraqda. Ortada göstərirsiniz, Gəncəli oğlu, Gəncəli qızı. Ay, bu nədir? Diqqət yetirin qətnamənizdə, verdiyiniz qətnaməni. Siz bu dövlətin adından məhkəmə qətnaməsi qəbul edilir. Ay qardaş, Azərbaycan dövləti adından qəbul edilir, öz şəxsi adınızdan yox. Prezident sizə etimad göstərib, sizi təyin edib, cavan kadırsınız. Siz cavanlıqda bu layıqdasınızsa, qocalığınız olacaq. Bir sözlə üzrünü tuturam, ölkənin Ali Məhkəmənin hörmətli sədrindən Kərimova Kəramandan. Hörmətli İlham müəllim, bu halların baş verməsinə səbəbikarı sizsiniz. Çünki siz bölgələrdə qəbul keçirmişsiniz. Cənab Prezidentin göstərişinə uyğun olaraq bütün yer icra hakimiyyət orqanları yerlərdə qəbullar keçirilib, şikayətləri dinləyir, vəziyyəti dinləyir. Siz keçirmişsiniz. Bunlar da tam arxayindirlər ki, Məhkəmə Hüquq Şurasında hörmətli İlham müəllim verilən şikayətlərə baxmayacaq, orada aparat rəhbərləri hər bir cavab verir. Subutu təqdim et, sən nə araşdırın, nə subut verirlər? Subutları deyirəm də. Mən xahiş edirəm, bir daha xahiş edirəm. Gəlin bizim əvəz edilməz liderimiz İlham Əliyev verib göstərdiyi etimata hörmətlə yanaşın. Sizdən xahiş edirəm. Və adları çəkdiyi Bərdar rayon məhkəməsinə Ziya Abdullayevin və Bayram Məhərrəmovun üzr istəyirəm
Bu iki hakimin qanuna zidd əməl və süründürməçilik hərəkətlərinə görə barələrində icra işi başlansın və qanunu tətbiq görülsün. Bu biabırçılığa son qoyulsun. Qarşı tərəfi dinləməyə hazır.